Hər kəsi salamlayıram. Bu gün istəyirəm linzalar haqqında biraz vacib qeydləri, məlumatları götürək. Bu izahdan kimlər yararlana bilər? MIQ sertifikasiya, bloq imtahanı, xüsusən də yəni MIQ üçün də keçərlidir. İnanıram ki, videonu izləsəz faydalana bilərsiniz. Keçək indi məsələyə. İndi biz bu dəfə 2 dənə linzadan danışacağıq. Bir səpici linza, bir də toplayıcı linza. Birinci mən başlayıram nədən? Səpici linzadan. Niyə? Çünki səpici linzanın gedişatı, qaydaları daha qısadır və konkretdir, dəyişməzdir. Bunu öyrənəndən sonra toplayıcı linzada vəziyyət biraz dəyişəcək. Onu axıra saxlayaq. Baxaq, səpici linzanın bax elə görsəndiyi kimi, bax burasını fikir verirsiniz bu hissəyə, çökük formadadır. Ona görə bunun adına deyirik çökük linza və ya səpici. Bir də işarə olaraq da bax bu cür. İşarəsi də bu cür. İndi bu çökük linzanın hansı xüsusiyyətləri var? Bu linzada baxın kənardan paralel gələn şüa fokus məsafəsində kəsişir, ancaq özü kəsişmir. Görürsünüzmü? Baxın, uzantısı kəsişir. Biri var özü, biri var uzantısı kəsişir. Bu hansı linzaya aiddir? Çökük linzaya aiddir. Bax, bu kənardan yenə göstərirəm. Gələn, paralel gələn işıqlar mütləq neyinir? Uzantıları fokusdan kəsişir. Ona görə çökük linza üçün və ya səpici deyək, fərqi yoxdur, linza üçün fokus məsafəsini mənfi götürürük. Mənfi F-lə. Niyə? Çünki bax, əslində fokus məsafəsi bu tərəfdə özü gəlib qovuşsaydı, müsbət götürərdik. Uzantısı kəsişdiyi üçün mənfi götürürük. Bu belə. Sonra, səpici linzanın başqa hansı xüsusiyyətləri var, onu deyim sizə. Səpici linzada mövhumi, kiçildilmiş və düzünə olur hər zaman xəyal. Mövhumi, kiçildilmiş, düzünə. Səpici linza, çökük linza harda gördünüzsə, bilirsiniz ki, bu qaydalar keçərlidir. Bu belə. Hətta bunu yadda saxlamaq üçün bir metoddan istifadə edə bilərsiniz. Komod deyə bilərsiniz. Komod. Mən yerlərini biraz dəyişik yazdım. Komodla yadda saxlasanız kifayətdir. İndi gəlirik digər linzaya. Aha. Bu hansı linzadır? Qabarıq. Baxın, indi şəkildən göstərəcəm sizə. Bunu da dəyişək. Qabarıq, baxın, bu hissəsi qabarıqdır. Ona görə biz buna deyirik qabarıq linza və ya toplayıcı. İşarə olaraq da bax bu cür görəsiniz bunu. Bayaqçını görürsünüz, yuxarıya doğruydu, hacalı formada. Bu dəfə də ox formasındadır. Görürsünüzmü? Burada nə baş verəcək? Burada paralel gələn şüaları görürsünüzmü? Paralel gələn şüaların uzantıları yox, özləri birbaşa kəsişirlər. Baxın, qarşı tərəfdə. Özləri kəsişirlər. Hətta orada tərifdə də verə bilir. Səpici linza üçün deyir ki, paralel gələn şüaların uzantıları kəsişir fokus məsafəsində, ancaq toplayıcı linzada özləri fokus məsafəsində kəsişir. Ona görə də fokus müsbət götürürük toplayıcı linza üçün. Sonra, toplayıcı linzada bayaqçından fərqli olaraq bəzi fərqli məqamlar var. Onlara ayrıca xüsusi toxunacağam. Hələ ki, bu suallar üstündə işləyək. Çünki bu geniş mövzudur əslində. Hamısını bir yerə qatıb fikrinizi qarışdırmaq istəmirəm. İndi gəlin nəyə baxaq? Bir məlumatı da deyim, sonra testlə işləyək, testlərə baxaq. Fokus məsafəsi. Hansı ki, bayaqdan biz fokus məsafəsindən danışırdıq, düzdürmü? Fokus məsafəsi nəylərdən asılıdır, nəylərdən asılı deyil? Fokus məsafəsi cisim məsafəsindən asılı deyil. Xəyal məsafəsindən asılı deyil. Hər hansı bir, məsələn, cisimdən xəyala qədər olan məsafədən asılı deyil. Bunların heç birindən asılı deyil. Fokus məsafəsi asılıdır nədən? D-dən və tərs asılıdır. 1 bölünsün F kimi. Burada da F-də bərabərdir, 1 bölünsün D. Və bir də sınan şüanın rənglərindən. Rəngləri dəyişəndə fokus məsafəsi də dəyişir. İndi görək necə dəyişəcək. Bax, biz bilirdik ki, yuxarıda qırmızı var idi, aşağıda da bənövşəyi var idi, düzdürmü? Fokus məsafəsi rənglərə görə belə dəyişəcək. Yuxarıya getdikcə fokus məsafəsi artacaq, aşağıya düşdükcə fokus məsafəsi azalacaq. İndi suallar əsasında daha yaxşı nə demək istədiyimi göstərim sizə. Başlayaq ilk sualdan. Linzalar üzərinə düşən işıq şüalarının yolları şəkildəki kimi göstərilir. Baxaq görək bunlardan hansı doğrudur. Çünki düzgün olan istəyir bizdən. Birinci halda baxırıq ki, bu bir qabarıq linzadır, görürsünüzmü? Qabarıq linzada paralel gələn şüalar neynirdi? Özləri fokusda kəsişirdilər qarşı tərəfdə. Deməli, bunu doğru götürə bilərik. İkinciyə gəlirik. İkinci yenə də qabarıqdır və yenə də qabarıq olduğu üçün
Bunun, yəni biz bu tərəfinə fikir veririk bu arada. Qabarıq olduğu üçün yenə də bunların özləri gəlib fokus məsafəsində kəsişməlidirlər. Deməli 2-ni də götürürəm. Üçüncüdə gələndə isə, üçüncüdə bax bunun bir tərəfi onsuz da düzdür. Digər tərəfi bu necədir? Sökükdür. Sökük olanda biz nə demişdik? Özləri yox, uzantıları kəsişirdi. Bəli, elə doğrudan da görürsüz, özləri kəsişməyib, çəkilib bu tərəfə, uzantıları isə kəsişibdir fokus məsafəsində. Deməli, hal-hazırda bu 3 variantın üçünü də doğru götürə bilərik. Gəldik ikinci, növbəti daha doğrusu bir suala. Fokus məsafəsi f olan səpici linzalar üzərində göndərilən işıq şüalarından hansılarının yolu düzgün göstərilmişdir? Biz demişdik ki, səpici linza var idisə, səpici linzada uzantı kəsişirdi. Düzdürmü? İndi baxın, A nöqtəsində bax gəlir, uzantısı F-dən keçir. Görürsünüz qırıq-qırıq xətlə. Deməli, A-nı doğru götürə bilərik. A deyəndə ki, A olmasın, K olsun, K. K imşada. İkinciyə baxırıq. İkincidə özü gəlib kəsişibdir. Bunu götürə bilmərik. Nə zaman özü kəsişərdi? Əgər qabarıq olsaydı. Üçüncüdə isə heç dəxli yoxdur. Yəni bu gəlibsə buradan fokusdan keçibsə ki, bu yəni bu aidiyyəti yoxdur. Ona görə də yalnız bir dənə K-nın olduğunu götürə bilərik. Növbəti suala baxaq. Şüşədən hazırlanmış linzaya gələn işıq şüasının yolu göstərilmişdir. Aha, buna əsasən linza toplayıcı linzadır. Bəli, hardan bilirik? Əvvəla bu elə görsənir ki, qabarıqdır, qabarıq toplayıcı olur, bu bir. İkincisi, bax bu gələn şüanın özü fokusdan keçibdir. Ona görə biri götürdük. İkincidə, linzanın fokus məsafəsi işıq şüasının rəngindən asılıdır. Bəli, bayaq dedik ki, rəngdən asılı idi. Yuxarıya doğru getdikcə artırdı, aşağı düşdükcə azalırdı. 2-ni də götürürük. 3-də F nöqtəsi linzanın həqiqi fokus nöqtəsidir. Bəli, doğrudan da həqiqi olmasaydı o F-dən keçməzdi. Deməli, bu sualların da 3-ünü də doğru götürə bilirik. Növbəti bir sual. Şüşədən hazırlanmış linzaya gələn işıq şüasının yolu göstərilmişdir. Aha, baxıram ki, şüanın uzantısı fokusdan keçibdir və elə həm də şəkildən də görsənir. Bu necədir? Səpici linzadır. Bəli, linza səpicidir. Biri doğru götürə bilirik. Sonra gəlirəm ikinciyə. Linzanın fokus məsafəsi işıq şüasının rəngindən asılı deyil. Xeyr, axı bayaq biz dedik ki, rəngdən asılıdır. İçini götürmürəm. Üçüncüdə, F nöqtəsi linzanın xəyali fokus nöqtəsidir. Bəli, xəyali fokus nöqtəsidir. Əgər özü yox, uzantısı kəsişirsə, deməli buna biz xəyali deyə bilərik. Ona görə sadəcə 1-in və 3-ün olduğu variantları götürə bildik. Gəlirəm növbəti suala. Toplayıcı linza üzərinə düşən işıq şüasının trayektoriyaları göstərilmişdir. Buna əsasən K, L və M şüalarının rəngləri haqqında hansı fikirlər doğru olar? Biz bayaq demişdik ki, fokus məsafəsi ilə rənglərin asılılığı var idi. Hansı rəngdə fokus məsafəsi daha böyük olurdu? Yuxarıya doğru getdikcə, qırmızıda. İndi başlayaq. Bax bunun gəlin fokus məsafəsinə. Hər ikisi paralel keçdiyinə görə fokusdan keçməlidir. Birincinin fokus məsafəsi buradadır. İkincinin fokus məsafəsi buradadır. Üçüncünün fokus məsafəsi buradadır. Hansının fokus məsafəsi daha böyükdür? Baxın, axırıncının, bax bu sonuncunun. K-nın yəni. K-nın fokus məsafəsi daha böyükdürsə, deməli K yuxarıda yerləşməlidir, M ən aşağıda yerləşməlidir. Gəlin variantlarımıza baxaq. Məsələn, birincidə deyir ki, K qırmızıdır, M bənövşəyidir. Doğrudur, doğrudan da K yuxarıdadır, M aşağıdadır. Bunu doğru götürə bilərəm. İkincidə K narıncıdır, L bənövşəyidir, M yaşıldır. Bənövşəyi ən axırıncıdır, ən axırıncı M-də olmalı idi, ortada olubsa, deməli bunu götürə bilmirəm. 2-nin olduğu variantları silirəm. Sonra K bənövşəyi, L yaşıl, M bənövşəyini birinciyə qoya bilmərik. Ona görə 3 də səhvdir. Yalnız biri doğru götürə bilərik. Gəldim növbəti suala. Şəkil 1-də qırmızı işığın linzadakı yolu göstərilmişdir. Aha, bu qırmızı işıqdır. Şəkil 2, bu həm də qabarıq linzadır. Bu arada deyim ki, bu qabarıq linzadır. Keçirəm şəkil 2-yə. Burada mavidir, ancaq mavidən əlavə biz nəyə fikir veririk? Bunun çökük linza olmasına. Əgər əlimizdə bir çökük linza varsa, onda paralel gələn şüaların özləri yox, baxın, özləri yox, uzantıları keçməli idi buradan. Uzantısının da keçdiyi hansı, yəni özü əks tərəfə gedirdi. Bu da hansıdır? Yalnız 5-də var. Ona görə də 5 yolunu seçə bilərik. 4-ü götürə bilmərik. Niyə? Çünki paralel gələn elə paralel davam eləmir. 2-ni götürə bilmərik. Niyə? Çünki bunun çökük linzada özü keçmir fokusdan.
3'ü biri də götürə bilmərik ki, mütləq fokusdan keçməli idi də bunun uzantısı. Ona görə də 5'i götürdük. Gəldik növbəti bir suala. Şəkildə sferik güzgüyə və linzalara mavi işıq şüası düşür. Fokus məsafələri sırası ilə verilmişdir. Mavi işıq yerinə qırmızı işıq sistemlərin baş optik oxlarına paralel istiqamətdə göndərilərsə. Baxın indi, birinci sferik güzgü və linzalar var. Bax, bu birinci sferik güzgüdür, 2 ilə 3 linzalardır. Sferik güzgüdə fokus məsafəsi rənglərdən asılı deyil. Ancaq bayaq dedik, linzada asılı idi. İndi gəlin, rəngi dəyişdik. Qırmızı işıq sisteminin deməli, rəngi görək necə dəyişiblər. Mavi işıq düşürdü, mavini gəlib qırmızı ilə əvəz elədik. Yəni, yuxarıya doğru getdi rənglər. Qırmızı ilə əvəz elədikcə, birinci F1-də dəyişməyəcək, çünki sferikdir, bu dəyişmir. Dəyişmirsə, bu variantları ələyək. Sonra F2-də. F2-də neyniyər? Dəyişər. Həm də necə dəyişər? İndi gəlin ona baxaq. Axı biz demişdik ki, rəng yuxarı getdikcə fokus məsafəsi artırdı. Rəngi qırmızı ilə əvəz elədiksə, fokus məsafəsi neyniyəcək? Artacaq. Sonra gəlirəm digər suala baxaq. Bu çökük linzaya. Fərqi yoxdur. Çökük linzada da fokus məsafəsi artacaq. Yəni, bunun məfhumi olması nəyisə dəyişmir. Məsafənin uzunluğunu nəzərdə tutur fokus məsafəsinin. Rəngi qırmızı ilə dəyişəndə hər ikisinin fokus məsafəsi artar, ancaq birincinin, yəni sferik güzgüdə isə dəyişim olmaz.